Yayırlar, ha, Rusiya barışdı Əliyevlə, nə bilim, təyyarəmizə təzminat ödəyəcəklər, nə bilim, yenə üzr istəyəcəklər. Bu günə kimi bir nəfər cəzalanmayıb, heç bir təzminatdan da söhbət gedə bilməz. Sizi alladırlar. Rusiya ilə münasibətləri İlham Əliyev iki məqsədlə düzəldir. Birinci, İlham Əliyev xahiş eləyib ki, Rusiyadan, Sepahdan, Kalibafdan İlham Əliyevin arasını düzəltsin. Sepah İlham Əliyevi məhv eləməyə çalışmasın. Bu birinci. Bunun qarşılığında da, dəyərli vətənlərim, İlham Əliyev, bilirsiniz, Rusiya Dövlət Duması qərar qəbul edibdir ki, Rus vətəndaşları, hələ siyasətçilər, iş adamları, milyonçular, Rusiya lazım olana, xüsusilə savaş gedən ölkəyə lazım olan adamların hamısı, hansı ölkədə cəza kəsilibsə, həbsdədirsə, hamısı Rusiyaya qaytarılmalıdır. Əks təqdirdə ordu yeridə bilərik. Paşinyan Rusiyaya nə göstərdi? Paşinyan Putinə? Nah, ala. Amma indi Rusiya İlhamla barışdı, təzminat ödəyəcək. İlham nə deyirsə, Rusiya ağ bayraq qaldırıb İlhamın dediyini eləyir. Belə bir obraz yaradıblar ki, Vardanyanı buraxsınlar. Vardanyan buraxılacaq. Qarabağın qondarma rəhbəri Haraik Harutyunyan buraxılacaq. Onların hamısı Rusiya vətəndaşıdır. İkili vətəndaş ya da Rusiya vətəndaşıdır. Onlar hamısı nə var Rusiya? O bizlərə də vətəndaşlıq olmayana da bir vətəndaşlıq orada cızmaqar eləməyə nə var ki? Aydın məsələ. Haraik Harutyunyan da Ruben Vardanyan. Bu iki şəxs əsas Rusiyaya lazımdır. Seçimlərə lazımdır. Paşinyana zərbə vurmaq üçün. Ermənistan seçimlərinə lazımdır. Bu iki şəxs. Ətrafında da bir əlbəttə var. Bunları İlham Əliyev verəcək. Bəlkə də uca verirdi. Ona görə bax, Rusiya mənlə hesablaşır. Biz nə desək Rusiya eləyir. Rusiya da qərar verir də. Biz bunları verməliyik. Və Paşinyan niyə vermirsən, verirsən? Paşinyan ancaq gülümdür, vergülüm deyil. Ancaq sən verirsən İlham Əliyev. Verən yerin heç qay saxlamayıb, yara olmayıb, ağrımayıb.